Bugün lobiya kızartacağım. İlk önce soğanlarımızı soyuyoruz. Sonra soğanlarımızı fırda doğruyoruz. Hayda. Burada bizim papagaylarımız var. Çok seviyorum onları. Neyse, ev hayvanlarını çok seviyorum. Göreceksiniz ki soğanı niye əlcək taxmadan, ümumiyyətlə yeməyi əlcək taxmadan pişirirsin. Mən əlcəkdə şişirə bilmirəm. Üzürlü sayım. Yəni sevmirəm əlcəkdə iş görməyi. Mənə belə rahat. Soğanımızı qoyuruq qızarmağa. Bu arada soğanlar çox az idi. İnanırsınız, gözüm göynədi. Yəqin ki, bu hamıda da belədir. Soğan ümumiyyətlə soyanda çox tünd olanda da onun gözləri göynüyor. Pomidorlarımızı gətirdik. Bu da istedim ki çərək yağı ilə pişirəm. Çünki həm də çərək yağı ilə birazcık yemək daha da çox dadlı olur. Hoşçakalın. Biraz donuk değil mi? Söyleyeceğim. Pomidorumuzun kabuğunu soyuyoruz. Tam soymadım pomidorun kabuğunu. Ümumiyyətlə yay aylarında lobyadır, badımcandır, belə yeməkləri tez-tez pişiririk.
mövsümə aid yeməkdir. Və bizdə uşaqlar çox da sevmirlər. Əslində böyük oğlum sevir, amma balaca oğlum sevmir, xoşlamır. Ümumiyyətcə badımcandır, siz deyin, lobyadır. O qədər də sevmir balaca oğlum, amma böyük oğlum xoşlayır. Mən özüm də xoşlayıram, amma hər gün yox. Ayda 2 dəfə, 3 dəfə xoşlayıram. Çox adam elə bilirəm lobyada yumurtanı sevmir, amma mən xoşlayıram, sevirəm lobyada yumurtanı. Sağanımızı qovurmağa qoymuşuq. Çox adam lobyanı qaynadıb sonra qovurur, yəni yeməkdə əlavə edir. Amma mən xeyr, elə yuyub tökəcəm qızarmış, qovulmuş soğanın üstünə. Lobyamızı əlavə edirik. Bu da yeməyimizin pomidoru. Və banxotda yeməyimizi qoyuruq qaynamağa. Bu da mənim oğlum Elcandır, kiçik oğlumdur. Bəli. Salamla hər kəsi. Hər kəsə salam. Mənim adım Elcan. Mən anamın kiçik oğluyam. Və əlbəttə ki, video çəkəndə mən ona hər zaman kömək eləyirəm. Siz yəqin ki, o pisi vloga baxanda görmüşsünüzdür. Mənim səsimi də eşitmişsinizdir. Düzdürmü? Düzdür. Və mən hər zaman anama dəstəkləyirəm belə demək, vlog çəkəndə. Yəni, onun ideyasıdır. Və mənə soruşanda ki, mən belə video vloglar çəkmək istəyirəm. Yəni, mənə dəstək olarsınız. Mən deyirəm, əlbəttə ki, sən mənim anamsan. Əlbəttə ki, sənə nə olarsa olsun, sən hər zaman dəstəkləyəcəm. Mən də, mənim qardaşım da. Yəni, bunun üçün narahat olun. Yenə də hər şey salamlayıram. Xoş gəlmişsiniz bizim kanalımıza. Xoş gəlmişsiniz. Çox sağ olun, yəni bizim videolarımıza baxdığınızda. Təzə-təzə yeni addım atırıq. Bəli. Bu yolda istəyirəm hər kəs bizə kömək olsun. Bəli. Mən bir tək ana olaraq çalışıram ki, övladlarımı ağıllı, tərbiyəli böyüdüm, boya başa çatdırım. Və istəyirəm ki, bu yolda mənə, necə deyim, dəstəyinizi əsirgəməyəsiniz. Mənə like verməyi, abunə olmağı, yorum yazmağı bildirəsiniz. Allah hər kəsin balasını saxlasın. Mənim balalarım da onun içində. Nə xoş mənə ki, mən belə bir övlad yetişdirmişəm.
Allah heç bir valideynin əziyyətini yerdə qoymasın. Allah hər kəsə ağıllı, tərbiyəli övlad nəsib etsin. Bizlər də onun içində. Amin. inşallah. Oğlum üçün axşama lobiya bişirəm, amma lobiya sevmir. Yəni anam bilir ki, yəni sevmirəm, amma yenə də pişirir. Yəni heç olmaz. Önəmli işi anam zəhmət çəkir, yemək pişirir, video çəkir. Əlbəttə ki, biz indi təzə başlamışıq. Təzə başlamışıq, bu bizim ikinci Bəli, videomuzdur. ikinci videomuzdur. Yəni İnşallah yavaş-yavaş çəkəcəyik, baxacağıq. İnşallah hər şey yaxşı olacaq. İnşallah biz demək olar biraz populyar olarıq. Bizə baxarlar, İnşallah. abunə olarlar. İnşallah əlbəttə. Burada paltarları yığıram. Esta noche yo quiero bailar, bailar contigo, sí. Esta noche yo quiero jugar con tu cuerpo, ve junto a mí. Esta noche yo quiero bailar por la última vez, amor. Por la última vez, amor, amor, amor. Rompe. Baila, baila mi guapo, baila, move your body, baby. Baila, baila mi guapo, baila, you look so sexy, amor. Heyecan necədir? Yəni nə yemək pişirirsən, hər zaman dadlı olur, hər zaman gözəl. Həm gözəl, həm də dadlı.